Azərsportun bugünkü qonağı Bellatorda və Rizində döyüşən Vüqar Kərəmovdur. Vüqar, biz səni nə vaxt inşallah Rizində yenə də çempion kəməri uğrunda döyüşməkdə görəcəyik? Hal-hazırda məndə reabilitasiya dövrü gedirdi və son hardasa 4 aydan çoxdur ki, mən biraz dizimi müalicə eləyirdim, əməliyyat eləmişdim və indi onun üstündə işləyirəm. Və bu yaxınlarda zbordan qayıtmışıq, 3 gün olar Taylanddan. Və inşallah sentyabrın 11-i mənim döyüşümdür Rizində. Bu ilin axırına kimi inşallah Rizindəyim. Ondan sonra biz baxacaq təkliflərə inşallah çox güman ki, başqa bir təşkilata keçəcək Allah kimi ilə. 3 il bundan qabaq Rizində çempion olmuşdun, çempion kəmərini əldə etdin. Sonra da Bakıda belə deyim, uğursuz döyüş oldu, kəmər itirildi. Və belə deyim, Yaponiyada sənə olan maraq azalmayıb səncə? Yox, mən yəni baxıram fanatlara, mən yazdığı SMS-lərə indi onlar necə podyaşka ilə yarışa çıxanda eləyəndə necə dəstəkləyirlər yəni ki məni və görürəm ki, yəni daha da çox sevirlər və istəyirlər ki, yenidən mən o kəməri götürüm. Yaponiyada Rizin deyəndə və Bellator deyəndə əsas Vüqar Kərəmov və Tofim Musayev yada düşür də. Səncə digər döyüşçülərimiz niyə bu döyüşlərdə Rizində və Bellatorda uğurlu alınmır? Demək olar ki, yəni çox təşkilatlara yəni ki, necə düşmək belə çətin olur. Rizin özünə də yəni ki, çox idmançılar bəyənmirlər, yəni onlar seçirlər, yəni ACA olsun, UFC olsun. Yəni bu böyük təşkilatlar yəni idmançılara baxırlar və onları gələcək perspektivinə baxırlar və onları seçirlər. Və bizim idmançılara orada Mehman Məmmədov vuruşub, Magiram Qasanzadə vuruşub. Yəni demək olar ki, yəni Tofi də vuruşub, mən də vuruşmuşam. Prosta indi azərkeşlərin yəni ki, necə deyim, o döyüş stilini bəyənmək söhbəti var və görüblər ki, bizim döyüşümüzü daha çox bəyəniblər. Çünki biz ola bilsin ki, ola biraz azad xoşlayırlar ki, necə döyüşdə qan çıxsın və maraqlı döyüş göstərənləri ola deyirlər ki, gələcək döyüşlər verirlər. Yəni şu ola yəni ki, mən indi hal-hazırda vuruşuram və il sonuna ki, mənim kontraktım var və bundan sonra kontraktı yəni ki, neçə ildir orada vuruşuram. İstəyirəm, özüm də istəyirəm başqa bir təşkilatda ona keçim. İnşallah Ruslanla söhbət eləmişik. Uğurlu çıxış eləməliyəm. 2 döyüşüm qalıb orada. İkisini də qələbənə başa vurmalıyam. Ondan sonra inşallah. Ondan sonra deyəndə Rizindən sonra hara keçmək olar? UFC-yə yoxsa başqa bir yarışlara? Çox güman ki, inşallah ki, UFC olacaq. Çünki top 5-də gedən Rizindir. Yəni Rizindir, ONFC-dir, yəni ACA-dir. Yəni ki, bunlar ən öndə gedən təşkilatlardır. Yəni ki, ondan aşağı təşkilata inşallah keçməliyik biz. Və ondan üstdən olan təşkilatlara keçər. Ya KPL olsun, ya UFC olsun. İnşallah hası alınsa daha uğurlu, daha yəni prestijli gələcəyimiz üçün seçim eləyəcək, inşallah keçəcək bizdə. Təlim məşq toplanışından vaxtında çatdırıb Bakıya gəldin və Bakıda UFC turnirinə baxdın. Sənin fikrincə 4 döyüşdən hansı daha maraqlı oldu bizim döyüşləri nəzərdə tutulan? Bizim döyüşlər, yəni mən biraz birinci döyüş olduğuna, yəni bizim məşq yoldaşımız biraz Tahir Çanı biraz çox həyəcanlıydım. Özüm qabağda gedib oturub baxırdım və biraz həyəcanlanmışdım. Bilmiyorum özüm nədən asılı deyildi. Çünki istəyirəm yəni ki, bir yerdə məşq eləyib, bir yerdə tərtəşmişik. İstəyirəm birinci döyüş olduğuna çox qalib gəlsin. O birisi idmançılar, çünki Nazim, bir də ki, Rafael, onlar neçə döyüş vuruşublar. Onlardan biraz rahat edim. Və Tahirdə biraz həyəcan keçirdim və çox şükür olar. Tahir də qələbənlə başa vurdu. Ona çox sevindim. Ondan sonra rahat döyüşlərə baxdım. Bizim digər idmançılarımız halsa ki, qələbə çaldılar və Nazimdə biraz pis oldum açığı, çünki yerli publikada uduzmaq mənim öz başıma gəlir, biləm nə hissli, yəni ki, inşallah ki, gələcək yarışları qalib gələr. Və çox bəyəndiyim döyüş, yəni Rafael Fiziyonun döyüşü oldu, yəni ki, strikerdir, yəni ki, bunun əl ayağına söz ola bilməz. Mən bilirdim ki, yəni ki, bu nəsə maraqlı bir şou göstərəcək, prosta bilmirdim necə formada yaxınlaşsa bu yarışa və gördüm ki, çox gözəl formada yaxınlaşıb, çünki biz 2 həftə bundan qabaq bir yerdə məşq edirdik, Tiger'də, Taylanda, yəni eyni zalda məşq edirdik və görürdüm onun necə lapı işləməyini, necə sparring işləməyini, düşünürdüm ki, maraqlı bir döyüş olacaq. Amma belə son olmağı, knockout olmağı, belə hazırlatma eləməyə, yəni onu gözləmirdim açığı. Amma ki, maşallah, çox sevindirici bir hisdir ki, Azərbaycan bayrağı qalxdı, yəni bizi sevindirilər idmançılar. Amma bununla da yanaşı düzün deyək ki, Azərbaycan azərkeşləri qələbələr istəsələr də ən əsas məsələ, sual çempion kəməridir. Azərbaycanda bu dəqiqə elə bir döyüşçü varmı UFC çempionu olsun? Ən necə deyim, inandığım
demək də olmur. Yəni ki, gözlənilən bir nəticə olaraq bu yenə də Rafael Fiziyev ola bilər. Çünki bu top 10-luğa yaxındır. Top 10-luqda idi bu yaxınlarda və indi 12-dədir. Ən yaxın kəmərə yəni Rafael Fiziyevdir. Və ondan biz kəməri gözləyə bilərik. Yenə də onun başa-baş vuruşduğu demək olar ki, rəqib kəmər ondadır. Justin Gage onunla da ki, çox gözəl döyüş vuruşublar. Yəni ola bilsin biraz kardiosu satmayıb və onun üzərində işləsə mən belə düşünürəm ən azı 2 dənə 3 dənə döyüş, 2 dənə yaxşı bir idmançıda elə bir ki top 10-luqdan qalib gəlsə və ona kəməri şansını diləyə bilər, yəni uda bilər mən belə fikirləşirəm. Rafael Azərbaycanlıdır əlbəttə ki, amma Azərbaycanda doğulan idmançılardan deyil. Bizim azərkeşlərin çoxları məhz istəyirlər ki, elə bir ki bizim torpaqda sıfırdan böyüyən, məşq edən idmançı nə vaxtsa çempion olsun. Elə bir idmançı varmı? Biz necə deyim? Ola bilər. Yəni prosta hal-hazırda yəni ki, baxıram top 10-luğa UFC-nin və bizim idmançılar orada vuruşan idmançılara baxıram. Biraz necə deyim sizə düzgün çıxsın deyə, yəni ki level söhbəti var. Hələ ki o leveldə deyirlər mən. Səviyyə. O səviyyədə deyirlər bəli idmançılarımız. Amma inşallah yəni gələcəkdə yəni daha üzərində işləsələr, yəni düşünürəm ki, yəni ki belə bir idmançı ola bilər yəni bizim Azərbaycandan. Bəzi azərkeşlər UFC deyimi, MMA deyimi, hələ Rizin özü, Bellatoru o qədər bəyənmirlər çünki qan söhbəti var. Necə baxırsan bu işə? Yəni bir növ gladiator döyüşlərinə oxşayır. Yəni bu idmanın gözəlliyidirmi, yoxsa bu idmanı belə də qəbul etmək lazımdır? Yox, mən belə düşünürəm ki, bu idmanı belə qəbul etmək lazımdır. Çünki burada əvvələ baxsaq döyüşlər olub ki, yəni ki, ya ölürsən, ya qalırsan. Yəni bunun elə bir ki, ondan götürülə bu qaydasız döyüşü, yəni ki, burada ki, nezdində ölmək söhbəti deyil, amma qaydalar nisbətən yəni ki, biraz yumşallı və ondan sonra hamısı maraq nədədir, qanlı baxırlar. Yəni ki, döyüşdədir, xarakterdə. Yəni bunu idmançılar seçirlər, yəni ki, sevirlər və deyirlər ki, yəni ki, Bakı indi ola bilsin, güləşin də indi belə güləşçilərimizin yarışı olsun və qaydası döyüşün yarışı olsun. Mən çox güman edirəm ki, hamısı gedər qaydasına baxlar. Çünki onda daha zirelişin daha çoxdur. Yəni güləşi də var onun, vurmağı da var, yəni ki, gözəl nokautlar da var və fanatlar da bunu sevir. İstəyirlər ki, maraqlı bir həyəcan yaşasınlar. Çünki orada səhəsinə pul verirlər, yəni ki, ən azı 3-4 min dollar pul verib gəlib qabaq sıralarda oturmaq üçün. O nədir? O nədənsə zövq almaqdır, yəni stres atmaqdır. Onda ki, görürlər ki, yəni ki, vurmaqdadır, sındırmaqdadır, belə şeylərdə maraq görürlər. Zala girəndə mən biraz çaşdım, düzün deyim. Uzun illər idi, Can Polad Budağı görmüşdüm. Bizim Azərbaycanın uşu tarixində ilk dünya çempionumuzdur. Və son. Və son, bəli. Necə keçir onunla məşqlər? Can Polad müəllim, yəni ki, Ruslan mənim burada olmayanda, yəni bizi öldürür atsağı. Yəni SSR şkolası idi Can Polad müəllimdə və ağır məşqlər verir. Və ona görə ki, biz elə ki, Ruslan mənim bəz gəlməyəndə bir çətinlik çəkirik. Amma ki, çox gözəl, yəni onun şkolası var ya, özü də bıfşı sangistdir və o keçdiyin şkolanı bizə də verir, yəni ki, biz onun məşqlərini çox bəyənirik. Bizdə Əliyağ müəllimdə, Sıraz müəllimdə var, yəni onlar birləşəndə bir yer ikisi olanda, yəni ki, bizdə məşqimiz super gedir. Və ümumiyyətlə bizdə Azərbaycanda nə etmək lazımdır ki, belə bir məktəb deyimi, federasiya deyimi, bu ənənəni gücləndirək ki, Rizində, Bellatorda, UFC-də və digər belə yarışlarda çıxış edən Azərbaycanlıların sayı artsın və artıq çempionluq şansları da artsın. Bunun üçün nə etmək lazımdır? Bunun üçün etmək olan demək olar ki, bizim nazirlik eləyib, yəni UFC-ni Bakıya gətirib, bizim dövlətimiz gətirib Bakıya. UFC-ni bu böyük bir maraq idmançılarsa, bu gənclərsin, hazırda gelirlər, baxırlar, yəni bu yarışa, bu yarışlarda çıxmaq istəyirlər və ondan deyim sizə tələbələr də artır. Yəni ki, bizim gənc idmançılarımız yəni ki, baxırlar, istəyirlər ki, daha da həmin UFC-də vuruşsunlar və qalib gəlsinlər. Yəni ki, bunun üçün əsas odur ki, önəmli müəllimlər, yaxşı, düzgün müəllimlər olmalıdır ki, hansı ki, öz prinsiplərini qoymalıdır qırağa. Yəni, idmançı kimi baxmalıdır. Çünki elə idmançılar var ki, ola bilsin, necə deyim, xarakterini bəyənmirlər müəllimlər və onu uzaqlaşdırırlar. Yəni, mən bununla da biraz razılaşmam, çünki idmana başqa cür yanaşmaq lazımdır. Çünki idmançı, necə deyim, bayrağı qaldırır. Yəni ona baxmırlar, ona demirlər ki, yəni bu insan necə adamdır. Yəni ona baxırlar ki, sonunda bu bayrağı qaldırırsa,
Azərbaycanlıdsa, yəni ki, bunu dəyərləndirirlər. Ona görə idmançılarla müəllimlərin ağaları, yəni ki, düzgün əvvəldən düzgün struktur qurulmalıdır ki, sonra kimi getmək olsun. Və çox təəssüflər olsun, yerli idmançılar var ki, gəlirlər hansı ki, bir müəllimlə bu yolu çıxırlar və əli pula çatanda o müəllimi qoyub yaddan çıxardıb çıxıb gəlirlər başqa bir zala, ya da ki, nə bilim, başqa bir şey əl atırlar. Yəni, o düzgün deyil, mən belə fikirləşirəm. Çünki insan harada başlayıbsa, bu orada qurtarmalıdır. Yəni, çünki elə idmançılar var ki, yenə də deyəcəm, düzgün bəlkə çıxmaz. Yəni, tapdalayıb gəlirlər deyəsən, necə deyim. Ona görə insandan çox şey asılıdır. Və bundan da sonraki bizim, necə deyim, idmançılarımız, bizim indi cavanları mən məsləhət görürəm ki, yəni kimlə yola çıxırsınız da, yəni indidən seçin. Yəni baxın, siz illərinizi müəllimlə hansısa yola çıxıbsam, yarı yolda qoyub getmək düzgün deyil. Onu izah edirəm. İnşallah ki, bizim gənclərimiz, hansı ki bizim zalda yəni 17, 18, 20 yaşlar var və düşünürəm ki, onlar inşallah gözəl gələcəklər olacaq. Yəni UFC-də asla ki, bir kəmərə kimi gəlib çıxacaqlar olar. Belə deyim də, bu cür döyüşlərdə iştirak edən təcrübəli bir idmançı kimi nə məsləhət görürsən? Olimpiya idman növləri yoxsa bu yarışlar? Mənim fikrimcə, çünki özüm bu idmanda məşğulam, yəni istəyərəm ki, gənclərimiz hansında daha, necə deyim, gələcək var. Yəni, Olimpiyada da yaxşıdır, конечно, o sözsüz ki, amma ki, deyim ki, yəni, pul qazanmaqdan da yenə də qaydası döyüş seçsinlər. Çünki indi maraq və gələcəkdə də maraq, yəni ki, MMA-ya olan maraq daha da artacaq, mən belə düşünürəm. Yəni ki, Olimpiya növləri öz yerindədir, o öz Olimpiya çempionu, yəni bizim fəxrlərimizdir. İnsan özünə asılıdır. Yəni, insan var ki, başına udar yemək istəmir, xoşlamır, gedir güləşməyə. Yəni, elə insan var ki, ancaq əllərdə işləməsi, gedir boksa, onun Olimpiya çempionu. Yəni, o fərqi yoxdur. Yəni, insan özünə asılıdır. Hansına daha uğur əldə eləyə bilərsə, ona getməlidir, mən belə düşünürəm.